Mən niyə bu avtomobili seçmişəm? Bəli, söhbət öz avtomobilimdən gedir. Testin qəhrəmanı KGM Torres avtomobilidir. KGM məsələsinə aydınlıq gətirim. Vaxtilə Sangyang adı ilə satışa çıxarılan avtomobillər yaxşı da satılır da, amma dizaynı bir balaca o məsələ. Ona görə də böyük bir miqyasda dünya şöhrəti qazana bilməmişdi. İş o yerə gətirdi ki, Sangyang ciddi maliyyə problemləri ilə üzləşdi. Az qala bankrot olacaqdı. Bu problemləri kim həll etdi? Cənubi Koreyanın çox möhtəşəm bir maliyyə qrupu KJ Mobility. Və bu markanın adını dəyişərək elədilər KGM və ya KGM deyirik və çox maraqlı avtomobillər buraxmağa başladılar. Dizayndan tutmuş texniki xarakteristiklarına qədər və bunu yoxlamaq üçün bugünkü səfərimiz Qusar dağlarınadır. Birinci gün burada çəkiliş, ikinci gün isə Navrana yollanacaq. Mən istəyirəm əməli başlı bu avtomobili yollarda və yolsuzluqda sınayım.